Airbaglı sükan əvəzinə airbagsız sükan qoymağın cəriməsi varmı? Yəni biz bildiyimiz qədərilə bu günlər müasir avtomobillərdə hamısında airbag var. Bəli. Düzdürmü? Bəli. Allah eləməmiş hər hansısa bir qəza baş verdikdə airbag açılanda avtomobili airbagını bərpa da etmək olur, bərpa etməmək də olur. Yəni istəmirəm də pulum yoxdur, bərpa etmirəm. Bərpa etmədikdə yol polisi buna hər hansı bir cərimə tətbiq edə bilməz. Niyə sən airbagı bərpa etməmisən? Düzdürmü? Yaza bilməz. Bəli. Eyni qaydada əgər mən sükan başlığını dəyişib airbagsız sükan başlığı qoyuramsa, onun airbagı yoxdur, yəni hava yastığı yoxdursa, buna görə mənə hər hansı bir cərimə tətbiq edilə bilməz. Niyə? Çünki mənim sükanım təkərləri fırladır, qaydasındadırsa, sükan çəmbərdən söhbət gedir, yəni sükan başlığından. Bəli. O zaman heç bir qayda pozuntusu deyil, heç bir cərimə də tətbiq edilə bilməz. Hətta sükanın forması dairəvi olması da belə onun cəriməsi Təbii ki, yoxdur. çünki bu günləri Teslalar var ki, belə deyək, tam heç kvadrat da deyil. Bəli.